Salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Dəyərli izləyicilərimiz, sizlərə bu günləri Masazır qəsəbəsində Mərkəzi Prospekt yola çox yaxın bir məsafədə 3 mərtəbə tipli qaraj sahəsi olan sizlərə ev təqdimat edirəm. Evimiz ipotekaya yararlıdır. Dövlət tərəfindən sizlərə ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Jalüz qapı ilə giriş, həyətyanı sahədə maşın saxlamaq mümkündür və kalitka qapısı. Gördüğünüz kimi evin gözəl üst fasad sistemi var. 3 mərtəbə tiplidir. Keçək evin həyətyanı sahəsi və evin içi ilə sizləri tanış edeyim. Kalitka qapıdır, jalüz qapıda addenli qoyulub. Həyətyanı sahədir. Tamet daşlarla örtülüdür. Dəyərli izləyicilərimiz, əzəmətli, gözəl evin üst fasad sistemi var. Balkon sahəsi obşu şəkildədir. 2-ci mərtəbədə geniş bir şəkildə həyətyanı sahəsi var. Həyətinin sahəsi tamet daşlarla örtülüdür. Kanalizasiya xətlərinə kimi çəkilib hazır bir vəziyyətdədir. Besetka da qoyulub. Padval sahəsinə giriş kodu var. Padvaldan qaraj sahəsinə keçid də etmək mümkündür. Çox gözəl, əzəmətlidir. Qiymət isə dəyərli izləyicilərimiz 165.000 manat təşkil edir. Keçək evin padval sahəsi ilə sizləri tanış edeyim. Dəyərli izləyicilərimiz, çox gözəl, əzəmətli bir villanın çəkilişini edirəm. Demişəm, deyirəm, deyəcəm də yenə də. Hər zaman olduğu kimi ideal evlərin çəkilişi ilə məşğuluq dəyərli izləyicilərimiz. Padval sahəsidir, mərtəbələr arası monolit betondur. 1-ci mərtəbə, 2-ci mərtəbə və padval sahəsi monolit betonla üzlənilib. Padval sahəsindən evin içinə də giriş kodu qoyulub. Çox gözəl, əzəmətli bir ev tikilib, başa gəlib, hazır vəziyyətdə satışa çıxarılıb. Jalüz qapıdır, qaraj sahəsidir. Avtomobili bura daxil etmək mümkündür. Həyətyanı sahəyə də avtomobil daxil etmək mümkündür. Padval sahəsinin hamam tualetidir və evin içinə qalxan pilləkəndir. Buradan da qalxmaq mümkündür, dəyərli izləyicilərimiz. Çıxaq çöl tərəfdən evin içinə daxil olaraq. Çaylarınızı qoyun qabağınıza, zəhmət olmasa diqqətlə videonun sonuna qədər baxın ki, gözəl, əzəmətli evin içərisi necə remont olunub. Memarlıq işlərindən anlayışı olan memar gətirsəniz, evin tikintisindən bir manatlıq xərc tələb edən problem tapa bilməyəcək. Keçək evin içi ilə də tanış olaq. Çox bahalı materiallardan istifadə olunub. Bahalı bir seyf qapı qoyulub. Bismillah eləyək, dəhliz vasitəsilə daxil oluruq evin içinə. Metlaq olan sahələr istipolla üzlənilib. Həyətyanı sahədə metlaq daşlarla örtülüydür. 2-ci mərtəbəyə qalxan pilləkənlər və buradan padval sahəsinə giriş kodu var idi. Mən isə çöl tərəfdən gəldim. İstipolun kollektoru yığılıb bura. Keçək evin qonaq otağı ilə sizləri tanış edeyim. Çox gözəl bir qonaq otağı var. Twistend. Super də super. Çox gözəl dizayn edilib. Twistendin yerlərinə kimi qoyulub, çəkilib, hazır bir vəziyyətdədir. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. Qonaq otağımız polu, monolit betondur, metlaqdır, istipolla təchiz olunub. Zövqa uyğun olaraq twistend qoyulub. Ümumilikdə evimiz 5 otaqdan ibarətdir. Keçək digər sahələrlə də tanış olaq. 1-ci mərtəbənin hamam tualeti, hər mərtəbədə padval sahəsi, 1-ci mərtəbə, 2-ci mərtəbə hamam tualet var. Asma tavanla yığılıb, çox gözəl dizayn edilib, aksesuarların yerlərinə kimi çəkilib, hazır bir vəziyyətdədir. 1-ci mərtəbə ümumilikdə istipoldur, dəyərli izləyicilərimiz, istipol. Mətbəx sahəsidir. Mətbəxin pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdədir və mətbəxdən köməkçi yataq otağı var. Dəyərli izləyicilərimiz, köməkçi yataq otağı. Çox gözəl və bu pəncərənin də qarşısı tamamilə açıqdır. Burada da istipol buraxılıb və istilik sisteminin xəttinə kimi çəkilib hazır bir vəziyyətdədir. Qazı, suyu, işığı daimi olan bir ərazidə, Mərkəzi Prospekt yola 2-3 dəqiqəlik məsafədə yerləşir. 2-ci mərtəbəyə qalxan beton pilləkənlər taxta üzdüklərlə üzlənilib. Qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə bizləri 3 yataq otağı və 1 sanitar qovşaq gözləyir. Balkona çıxış sahəsidir. Çox gözəl dizayn edilmiş balkon sahəsi var.
balkonun tutacaqlarına kimi qoyulub hazır bir vəziyyətdədir. Balkondan da çıxış var, yataq otağından da çıxış var. Dəyərli izləyicilərimiz, yataq otağından çıxışı da göstərəcəm sizlərə. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. 165 minə 3 mərtəbəli villa çıxartmışam sizlər üçün satışa. Çox gözəl dizayn edilib, çox gözəl. Buradan da balkon sahəsinə çıxış kodu qoyulub, pəncərəsinə kimi var. Bahalı materiallardan istifadə edilib, bahalı materiallardan. Pol, monolit və laminat vurulub üstündən. Stil sistemi isə kombidir. Keçək digər sahə ilə də tanış olaq. Maşallah olsun, bəh. Yataq otağı Twistentin yeri çox gözəli, çox gözəl. Söz tapa bilmirəm da. İdealıdır da bu ev. Masazırda ikinci tayı bərabəri olan belə bir ev mən deyərdim ki, yoxdur. 165 min manata heç neçəyə satılır. 165 min manata. Dəyərli dostlar, şərhlərdə sizi gözləyirəm. Buyurun bu evlərə şərhinizi yazın. Deyin görün, bahadır yoxsa ucuzdur? Çox gözəl, çox gözəl. İkinci mərtəbənin hamam tualet sahəsi və gözəl bir balkona çıxış mənzərəsi. 165 min manata paket kupçalı, 2 mərtəbə, 3 mərtəbə, birinci mərtəbə, padval sahəsi əlavə texniki otaqlar yaratmaq mümkündür. İkinci mərtəbə yataq otağı, üçüncü mərtəbə yataq otağı idealıdır. 165 min manata sizləri gözləyirəm. Zəng eləyin, şərhlərinizi yazın. Gələn videolarda sağ olun.